sabit, nisbi sabit, yoxsa necə, yoxsa təhlükəli? Təhlükəli deyil, nisbi sabit də deyil. Yəni sabit də deyil. Yəni nisbi təhlükəlidir. Yəni biz əgər düşmənin təxribatlarını izləsək, istiqamətlər üzrə təhlil etmiş olaraq ki, daxili asayişin pozulmasında iştirak olan, marağı olan qüvvələrin sərhəddə də hazırlıqları gedir. Çünki bir tərəfli revanş olmayacaq. Eyni zamanda həm sərhəddə təxribat, eləcə də dövlət daxilində asayişin pozulması ilə müşahidə olunacaq. Nə üçün? İnsanları daha çox inandırmağa görə mütləq şəkildə sərhəddə üstünlük əldə edəcək kiçik əməliyyatların keçirilməsi Ermənistan mətbuatına və Ermənistan ictimaiyyətinə çatdırılmalıdır. Eləcə də havadarlarına biz hazırıq deyə siqnalını verməyə yönəlmişdir. Əslində, kiçik bir modelin üzərində böyük bir faciəni göstərmək istəyirəm mən. Ermənistan-Azərbaycan münasibətlərinə biz iki dövlət arasındakı bir münasibət kimi, münaqişə kimi baxmalı deyilik. Bugün Pakistan və Hindistan arasında olan münasibətlər kiçik formatı Cənubi Qafqazdadır. Dünya sizin qeyd etdiyiniz qlobal cüzlərə, Pakistan və Hindistanda sülhə nail olmaq lazımdırmı? Xeyr. Orta dəhlizin keçid olduğu Çindən gələn Pakistana istənilən vaxtı barmaq uzatmaq üçün Hindistandan istifadə edirlər. Yaxşı, bu daha böyük qlobal cüzlərin marağında olan bir məsələdir. Yəni Amerikanın, məsəl üçün belə götürsək, Çindən olan münaqişəsində, iqtisadi münaqişədə. Bəs Cənubi Qafqazda bunu kim sövq edir? Və Cənubi Qafqazda iki dövlətin sülh proseslərinə kim mane olur? Bu da qlobal cüzlərin bu gün kənara atmaq istədiyi Fransa kimi dövlətlərin və ona özünə oxşar həmkarlarının Cənubi Qafqazda orta dəhlizin davamı olan Azərbaycan ki, bunun həm təhlükəsini təmin edir, həm burada iqtisadi, istər yol baxımından, kommunikasiya baxımından, limanlar baxımından buna şərait yaradır. Bax, bura bir, belə desək, bir daş vurmağa çalışırlar. Məqsəd bundan ibarətdir. Amma bunu necə elə fiziki prosesi, siyasi prosesi, fiziki prosesi keçirmək istəyirlər. Bu isə bizim dövlət sərhədlərimizdə müşahidə olunur. Ermən müəllim, dövlət sərhədimizin zolağı bir qədər uzundur da, kifayət qədər böyük bir ərazidir. Yəni burada ən belə təhlükə doğuran nöqtələr varsa, onlar hansılardır? Var təhlükə. Mən xahiş edirəm belə xəritəni göstərəsiniz. Təhlükə doğuran nöqtələr var. Hətta qeyd edərdim ki, İran prezidentinin Azərbaycana səfəri, Azərbaycan-İran münasibətlərinin son prosesləri hətta təhlükəni belə artıracaq. Nə üçün artıracaq? Artıq Azərbaycanın İranla olan münasibətləri, Azərbaycanın cənub dəhlizinin həyata keçirilməsi, eləcə də İran nəqliyyatlarının Azərbaycan vasitəsilə Gürcüstandan Qara dənizə çıxması Ermənistana maraq olan qüvvələrini diqqətini Azərbaycana artırır. Onun üçün də biz Azərbaycanın şimal sərhədlərində həm Çəmbərək, həm Tuvi istiqamətlərində təxribatları görürük. Bu təxribatlar nəyin nəticəsindədir? Avropa missiyasının, müşahidə missiyası adı altında olan kəşfiyyatçıların apardığı kəşfiyyat xarakterli məlumatların nəticəsidir. Orada cəmləşiblər onlar. Bəli, nəticəsidir və hər zaman müxtəlif istiqamətlərdən, cənub istiqamətindən, Coru istiqamətindən, orta istiqamətdən, Çəmbərək istiqamətindən Azərbaycanın daxilinə eyni zamanda ki, Ermənistan daxili asayişin pozulması, Paşinyanın fiziki və iqtidarına əl qoyulan zaman bu təxribatlar hazırlanıb həyata keçirilməlidir. Çünki Paşinyan onu gətirən qüvvələrin maraqlarına xidmət etmədi. Bir məndən qabaq həmkarlarım qeyd etdi ki, bəzən Azərbaycanın əvvəl sülhdən danışmadı, müharibəyə sövq edən misallarla çəkdi ki, Qarabağ Azərbaycandır, Zaur müəllim bir qeyd elədi. Və bu məsələdən sonra indi sülhdən danışır, konstitusiyanın dəyişməsindən danışır. Bu, onu təyin edən insanların, yəni cüzlərin marağına xidmət etmədi. O cüzlərin vasitəsilə də Paşinyanın Rusiya meyl etməsi, prosesinin qarşı alınması üçün mütləq şəkildə həmin istiqamətlərdə təxribatlar fonunda Ermənistanın daxilində müxalif qüvvələrin hakimiyyətə gəlməsi prosesi həyata keçiriləcək. Mütləq şəkildə bu təxribatların nəticəsində Azərbaycan dövlət sərhədlərində əməliyyatlar keçiriləcək. Deməli, siz 3 nöqtəni burada vurğulayırsınız əsasən. 3 və 4 nöqtə ola bilər. Və bu nöqtələrin əsas strateji məqamları 1-ci Qarabağ müharibəsinin gedişatla təhlil etsək, hansı istiqamətlərdən Azərbaycan əhalisinə təhdid etdilər. İlk elə şimal istiqamətindən, Tovuz, Gədəbəy istiqamətindən, eləcə də Corusun Xaznəvar və yaşayış məntəqəsindən Tuğ və Laçının Zabux istiqamətində bizim hal-hazır ki,
insanlarımız orada məskunlaşıb və bu istiqamət ən qısa yolla Şuşa Xankəndinə gedən bir məsafədir. Ona görə də görüş istiqaməti onlar üçün əsas mahiyyət etibarilə lazımdır. Bundan əlavə olaraq Ermənistan mətbuatında daha çox səslənilir ki, Azərbaycan quru güc vasitəsilə quru yolu açmağa meyillidir və beynəlxalq aləmin diqqətini bura cəlb etmək üçün və silahların daşınmasını həyata keçirmək üçün biz Meyri istiqamətində, eləcə də Qafan istiqamətində və Naxçıvan istiqamətində ermənilərin təxribatının intensivliyini görürük və biz bu intensivliyi də müşahidə altında Yəni hazırlıqlar gedir onlar tərəfindən. Hazırlıqlar gedir. Özdə bayaq cənab prezident az öncə ifadə etdi ki, öldürücü silahların gətirilməsi ilə həmin bu təxribatlar müşahidə olunsa, bizim vətəndaşlarımızın, öz ərazi bütövlüyümüzün təhlükəsi var. Nəticə etibarilə sizin verdiyiniz sual ki, sərhəd bölgəmizdə olan təhlükə varmı? Bu var. Aydındır. Aydındır və əsas məsələ də odur ki, biz bu haqda məlumatlıyıq. Digər tərəfdən də biz bildirişlərimizi etmişik. Yəni çox gözəl olar, anlayırlar ki, faktiki olaraq hər bir düşünülməmiş bir hərəkətə yaşıl işıq yandırsalar, onun əzabını çəkəcəklər. Zahir müəllimin ifadəsinə də öz fikrimi bildirmək istəyirəm. O Azərbaycana köçürülmüş, xaricdən köçürülmüş, Qarabağ xaricdən köçürülmüş ermənilərin yenidən gəldikləri yerə qaytarma prosesində siz sual verdiniz ki, bu proses qaldırılarsa, ATƏT-in Minsk qrupu tərəfindən gələcək formatda qaldırılarsa ki, bunların geri dönüşü ilə bağlı hansı tədbirlər həyata keçiriləcək? Ölkəmizdə uzaq görən bir siyasətlə cənab prezident artıq Qərbi Azərbaycan icmasını yaradılması, bu icmanın formalaşması, bu icmanın say tərkibi, eləcə də onların dədə-baba torpaqları, onların elləri, obaları həmsi təhlil edilir. Bugün bizim ən böyük qələbələrimizdən biri də dünya xəritə sistemində bu kəndlərin yenidən Azərbaycan dilində yazmaqla da belə biz onları müşahidə edirik və Qərbi Zəngəzur, Şərqi Zəngəzur ifadələri hamı açıq etiraf eləsin. Biz bu müharibəyə qədər bu Zəngəzur ifadəsini nə qədər çox istifadə edirdik. Bu da bizim qələbəmizin əsas mahiyyəti etibaridir və tam şəkildə qeyd edə bilərik ki, ermənilərin revanşa hazırlanması cənab prezidentin ifadəsinə söykənərək qeyd etdi ki, onlar bundan sonra da uzun zaman müharibə hazırlığını öz konstitusiyalarına əsaslanaraq, öz qanunvericilik kitablarına əsaslanaraq həyata keçirə bilərlər. Buna görə də mən düşünürəm ki, Paşinyanın ətrafı çox olsa da, bayaq dəyərli millət vəkilimiz qeyd etdi ki, onun zamanla tərəfdarları çox idi. Ancaq onlar az bir qism müxaliflərdən zəif kontekstdə fəaliyyətdədirlər. Yəni, Paşinyan 2020-ci ildə bizim qələbəmizdən sonra dərhal böyük bir nümayiş keçirdi, miting keçirdi və müxalifətə güc göstərdi. Biz son zamanlar bunu müşahidə etmirik. Bəli. Biz niyə? Çünki həqiqətən də vaxt itkisinə yol verir Paşinyan və o öz gücünü olduğundan daha bir üstün vəziyyətdə təsəvvür edirdi. Çünki o vaxtı məhz itirmək olmazdı, o zamanı itirmək olmazdı. Bəlkə müharibəyə hazırlığa vaxt tudurlar. Yox, ondan da başqa, axı bir yandan əgər sən müharibəyə hazırlaşırsansa, onsuz da sən məğlub olacaqsan. Yəni 5 bətər məğlub olacaqsan. 20-ci ilin əhvalatı təkrarlanacaq, bu öz yerində. Amma ondan da betər olacaq sizin üçün. Amma digər tərəfdən sən siyasi, demək, platformanı yavaş-yavaş həm yumşaldırsan, həm də onu itirməyə doğru hərəkət edirsən. Faktiki olaraq hakimiyyətdən uzaqlaşa bilər. Uzaqlaşdırıla bilər sözün düzü. Və bu baxımdan əlbəttə ki, indi Paşinyanın demək olar ki, Çukçvang vaxtıdır. Yəni hər bir addım atsa onun üçün başı bəlalı addım olacaq. Bir dinamik proses gedir. Mən onu da qeyd etmək istəyirəm. Rusiya ilə bağlı sosial mətbuatdan izləyirəm mən bunu. Hal-hazırki dövrdə elə bəlkə də bu Avropa havadarlarının tapşırığı ilə Rusiyaya qarşı hazırlanmış B planının fonunda Ermənistan diasporasının Rusiyada fəaliyyəti güclənib. Fəaliyyəti, bəli. Güclənib, çağırışlar edirlər və Ermənistan mətbuatını Ermənistan ictimaiyyətə çatdırmaq istəyirlər ki, Rusiya orada təşkilatlanma gedir. Təşkilatlanma gedir və o diaspora fonunda mən həmişə proseslərin ikili tərəfini qoymağa çalışıram. Yəni, həm Ermənistana xaricdən baxışı təqdim edə bilim, həm bizim Ermənistana olan baxışımızı təqdim edə bilim. Hal-hazırki dövrdə 44 günlük vətən müharibəsi Rusiyada olan erməni diasporasını məhv etdi. Bunlar bir araya gələ bilmədilər. İndi baxın, xarici maliyyənin hesabına Rusiya daxilində Ermənistan diasporunun formalaşması, Ermənistan ictimaiyyətinin və insanlarının Rusiya inamını artırmaq,
bu fon altında Rusiya üçün hansısa bir plan tərtiblənəndə erməni faktorunda Rusiyanın daxilində istifadə etmək. Bu proseslər Türkiyədə də gedir, Rusiyada da gedir. Yəni biz Ermənistanı aciz, cılız bir vəziyyətə salsaq da, bu görünüşdə olsalar da, ancaq bunların çox şaxəli fəaliyyəti bütün qütblərə xidmət etməsi siyasətin qarışıq getməsinə yönət verir. Ona görə də Azərbaycan dövləti Ermənistanın sülh danışıqlarına bir gözəl bir monitorda qoymuşdur. Paşinyan fonunda göyərçinlər. O göyərçinlərin üstündə şeytanları var bunların. Yəni bunlar sülhdən nə qədər danışsa da dünya ictimaiyyətini anlatmağa çalışırlar. Ancaq sırf müharibəyə hazırlıq gedir. Burada bir dənə çox, mən deyərdim, gözəl və aydın sezilən bir məqam var. Yəni iki dövlətin arasında danışıq alınmır. Azərbaycan və Ermənistan arasında. Əgər Ermənistan Azərbaycan kimi həqiqətən də tam subyektli məmləkət olsaydı, biz çoxdan artıq orta məxrəcə gəlib çatmışdıq. Yəni bunlar öz başına deyillər. Bunlar həm alətdilər, bunlar həm plazdarmdırlar, bunlar həm farpostdular. Yəni bir dənə qulun neçə rəisi olar, neçə ağası olar. Yəni bir neçə ağaları var da və bunlar bunu gizlədə bilmirlər. Bu açıq-aşkar görünür. Ona görə də proseslər hamısı belə, necə deyim, axvallı tərzdə gedir. Və digər tərəfdən də biz görürük ki, İrəvanın səsi çox zəif gələn bir səsdir. Yəni o bilmir nə desin. Əgər bu günləri hər hansı bir məsuliyyətli bəyanatı verəcəksə, onun arxasında dura biləcəkmi? Xeyr. Yəni bu gün deyir, sabahları həmin mövqedən geri çəkilir. Və burada indi biz Rusiyanın fəallığından danışırıq və Rusiyada yaşayan ermənilərin fəallığından. Yəni mən bir daha yada salıram ki, bu yaxınlarda demək Rusiya ermənilərinin rəhbəri, belə deyək də, İttifaqın Erməni İttifaqının rəhbəri icmasının Abramyan gəlmişdi İrəvana. İrəvanda artıq o çox belə deyək, sərt bir tərzdə qarşılandı. Yəni Paşinyan bilirdi ki, buna necə deyim? Xeyrə gəlmir. Bəli, buna bir düşmən qismində gələn bir adamdır və buna hardasa bir münasibət bildirmək lazımdır və onun qarşılanma mərasimində də proseslər, ekseslər yaşanmışdı. Yəni onun uzun-uzadı bir neçə saatlıq nə bilim sənədlərinin yoxlanılması baş tutdu və s. və axır. Onu orada əməlli başlı əsəbləşdirdilər aeroportda və şəhərə gələndən sonra birinci bəyanatında demişdi ki, Paşinyan hakimiyyəti bütün bəlaların hamısının günahkarıdır.